Avropa Şurasının İnsan Hüquqları üzrə Ali komissarı Michael O'Flaherty'nin Avropa Şurası Parlament Assambleyasının plenar iclasında erməni deputatın sualına cavabı onun mövzudan nə qədər xəbərsiz olduğunu göstərir. Belə ki, Avropa Şurasının Ali komissarı ermənilərin Qarabağa qayıdışı məsələsinə toxunsa da, nədənsə Qərbi Azərbaycanlıların Ermənistana öz dədə-baba yurdlarına qayıdış hüququndan heç bir kəlmə də danışmayıb. Təəccüblü deyil. Azərbaycan müxtəlif vaxtlarda Avropa strukturlarında belə hallarla qarşılaşıb. Ekspertlərin fikrincə, bu qərb təsisatlarında dərin kök salmış ikili standartlar siyasətinin növbəti təzahürüdür. Erməni lobbisinin əlində alət olan bu cür xarici siyasətçilər nə qədər haqsız olduqlarını başa düşsələr belə öz çirkin siyasətlərini bölgədə, yəni bölgənin xalqlarının əleyhinə olan siyasətlərini davam elətdirirlər. Onları nə Azərbaycan xalqının, nə erməni xalqının taleyi maraqlandırmır. Onlar sadəcə bu münaqişəni diri saxlamaqda maraqlıdırlar. Bölgədə münaqişə olacağı təqdirdə onların bura müdaxilə eləmək imkanları da artır. Müxtəlif Avropa təsisatlarında qərb siyasətçiləri tərəfindən səsləndirilən bu cəfəng fikirlər mahiyyət etibarilə bizim üçün heç bir əhəmiyyət daşımır. Çünki əsas olan tarixi reallıqlardır. Toponimləri, Azərbaycanlılara məxsus yer adlarını dəyişdirmək isə bu reallıqları dəyişmir. 1918-ci ilin mayın 29-una, ondan sonraki dövrə baxdığında 20-ci ilin oktyabrın 30-undan da 29-cu ilin fevralına olacaq. Bu ərazilərin hamısı Azərbaycanın torpağı olub. Orada 717 toponim dəyişib. Əgər sənindir, niyə dəyişmirsən? Mənimdir və bu da bizim əlimizdə olan hüquqi sənədlər bunu deməyə əsas verir. Və qaldı ki, qayıtmaq məsələsinə Cənab Prezidentin çıxışına istinadən deyirəm. Biz o torpaqlara qayıdacağıq, çünki onlar bizim dədə-baba torpaqlarımızdır, əzadlarımızın yurdudur və bizim legitimlik hüququmuzun bərpası üçün biz mütləq ora qayıtmalıyıq. Məsələyə münasibət bildirən Qərbi Azərbaycan icması Ali komissarının bu açıqlamasının qəbul edilməz olduğunu vurğulayıb. Ali komissar bu cür açıqlamalar verməməli, əksinə Azərbaycanlıları qovmaqla 600 illik tarixi məqsədə nail olduq deyə qürrələnən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyandan izahat tələb etməli. Azərbaycan xalqının dini-mədəni irsinin acınacaqlı vəziyyətinin monitorinq edilməsi, Azərbaycanlılara qarşı xüsusən mediada və ictimai diskursda tüğyan edən etnik nifrət hallarının araşdırılması üçün Ermənistana səfər etməlidir.